İrəvandan müharibə siqnalı, hazırlıq başladı, hərəkətə keçirlər. Avropa İttifaqı Ermənistanı silahlandırmaq üçün Fransanın rəhbərlik etdiyi layihə hazırlayıb. Report xəbər verir ki, bu barədə Türkiyənin Haber Global telekanalının saytında dərc olunan Ermənistan pilotsuz uçuş aparatı axtarışında Avropa İttifaqından Ermənistana silah yardımı sərlövhəli məqalədə qeyd olunub. Bildirilib ki, Paris, Dehli və Afina Ermənistanı silahlandıran əsas oyunçulardır. Hazırda İrəvana 10 milyon avro dəyərində hərbi yardım göstərilsə də, bu yardım genişləndiriləcək. Mənbələrə görə İrəvan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa hazırlaşır. Məqalədə deyilib ki, Avropa İttifaqının Ermənistana hərbi yardımları onun sülh təşəbbüsü ilə bağlı çağırışlarına ziddir. Avropa İttifaqı rəsmiləri deyirlər ki, Cənubi Qafqazda sülhə ehtiyac var. Amma təşkilat tərəflərdən birini silahla təchiz eləyərək bu təşəbbüsə mane olur. Avropa İttifaqının dəstəyini hiss eləyən Ermənistan Azərbaycanla sülh danışıqlarına son qoya bilər. Fransa rəsmiləri iddia eləyirlər ki, Ermənistan yenidən silahlanaraq sülh danışıqlarında güclü mövqeyə sahib ola bilər. Analitiklərin fikrincə isə Ermənistan növbəti müharibəyə hazırlaşır.